Sabirabad rayonunun su qovuşan Qaralar, Qəfərli, Əhmədabad, Nərimankənd, Həşimxanlı avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Tikinti işləri Azər Avtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. 43 km uzunluğunda və əvvəllər torpaq çınqıl örtüklü olan yola hazırda 2 qat olmaqla asfalt beton örtüyü döşənir. Layihə çərçivəsində avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni 10 metrdir. Cənab Prezidentin sərəncamı ilə bu yol layihəyə salındı. İndi də çəkilir, qəşəng də yol çəkirlər. Müasir standartlara uyğun, belə yüksək səviyyədə yol çəkilir. Kifayət qədər razıyıq. Bizim kəndimiz də, belə deyək də, Azərbaycanda ən çox pambıq əkən kəndlərin biridir. İndi bu gün mən hesab edirəm ki, hörmətli Prezidentimizin elə bu pambıqla bağlı bizim Zəngənə kəndinə bu yol töhfəsidir. Mən belə hesab edirəm. Çox sağ olsunlar, təşəkkür edirik. Bizim yollarımız çox bərbad halda idi. Çox əziyyətlər çəkirdik. Xəstəmizi xəstəxanaya apara bilmirdik. Yolumuz çox əziyyət verirdi bizə. Allah Teala Prezidentimizə uzun ömür, can sağlığı versin. Onun təşəbbüsü ilə, onun köməkliyi ilə bizim yolumuz bərpa olunur. Su qovuşan Qaralar, Qəfərli, Əhmədabad, Nərimankənd, Həşimxanlı avtomobil yolunun 19 kilometrlik hissəsində artıq tikinti işləri tam olaraq yekunlaşdırılıb. Hazırda yolun 10 kilometrlik hissəsində yenidən qurma işləri aparılır. Layihəyə uyğun olaraq yol yatağının yararsız quruntu qazılaraq çıxarılır, yerinə karbonat materialı tökülərək kipləşdirilir. Daha sonra qum çınqıl və optimal qırma-daş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Hazır olan hissələrə isə yeni asfalt beton örtüyü döşənir. Ümumilikdə 43 kilometrlik yolun 258 min kvadrat metr sahəsinin asfaltla örtülməsi nəzərdə tutulur. Tikinti işləri çərçivəsində yol boyu 5 ədəd avtomobil körpüsü təmir edilir. 35 ədəd su keçidi və su borusunun tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının qoyulması və yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq. Qeyd edək ki, su qovuşan Qaralar, Qəfərli, Əhmədabad, Nərimankənd, Həşimxanlı avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında aparılır. Avtomobil yolu 20 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirməklə kənd təsərrüfatının inkişafına, yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.